Salam əziz izləyicilərim, kanalıma xoş gəlmişsiniz. Bugünkü videomda 10-15 dəqiqəyə hazırlayıb sobada bişirə biləcəyiniz asan bir piroq reseptini sizinlə paylaşıram. Bol meyvəli, şokoladlı, kövrək, ağızda əriyən çox dadlı bir piroq alınır. İndi keçək piroqun hazırlanma qaydasına. Bunun üçün əvvəlcə umac hazırlayıram. Umac üçün qaba 200 ml stəkanla 4 stəkan ələnmiş un tökmüşəm. Üzərinə 7 dolu xörək qaşığı şəkər tozu, 1 paket 5 qram şəkərli vanil, çay qaşığının 1/3 qədər duz, 200 qram otaq temperaturunda biraz yumuşalmış kərə yağını da əlavə eləyib, bu ərzaqları əlimlə ovuşdurub umac halına gətirirəm. İstəyə görə kərə yağını margarinlə də əvəz eləmək olar. Belə gördüyünüz kimi umacım artıq hazırdır. Umacdan bir xörək qaşığı ayırıram. Sonda piroqun üstünə səpmək üçün qoyuram bir kənara. Umacın ortasını biraz oy qaçıram. 1 paket 10 qram qabartma tozu əlavə eləyirəm. 2 ədəd sındırdığım yumurtanı da qaba əlavə eləyirəm. 180 qram yağlılığı 10% olan xama götürmüşəm. Onu da qaba tökürəm. İstəyə görə xamanı qatıqla da əvəz eləmək olar. Bu ərzaqları da əlavə eləyəndən sonra qarışdırıram. Xəmiri əlimlə yoğurmuram. Ələ yapışan çox yumuşaq bir xəmir olmalıdır. Ona görə elə sonacan qaşıqla qarışdırıb xəmiri hazırlayıram. Piroqun xəmiri üçün götürdüyüm un bu ölçüyə bəs elədi. Əlavə un istifadə eləmədim. Əlavə una heç ehtiyac yoxdur. Əgər unu çox əlavə etsəniz, onda xəmir bərk olar, piroq da bərk alınır. Belə gördüyünüz kimi yapışqan, yumuşaq, qatı bir xəmir alındı. Xəmiri hazırlayıb qoyuram bir kənara, keçirəm meyvələri doğramağa. Piroq ərikləndir. Ərikləri təmiz-təmiz yuyub qurulamışam. Əvvəlcə bir hissəsini xırda-xırda doğrayıram. Onu piroqun içliyi üçün istifadə eləyəcəm. Bir hissəsini də aypara şəklində doğrayıram. Onu da sonda piroqun üstünə düzmək üçün istifadə eləyəcəm. İçinin tumunu təmizləyəndən sonra videoda göstərdiyim kimi bir çox hissəsini xırda-xırda doğrayıram. 2-3 ədəd əriyi də elə aypara şəklində doğrayıram. Onu da piroqun üstünə düzəcəm. Meyvələri doğrayıb bir boş qaba yığmışam. Bişərkən xəmir nəmlənməsin deyə 1 çay qaşığı, tam da dolu olmayan çay qaşığı qarğıdalı nişastası əlavə edib qarışdırıram. Əriklər biraz turş məzədir. Amma şirin sevənlər bir xörək qaşığı şəkər tozu əlavə edə bilər. Mən əlavə eləmədim. Formanın içini, kənarlarını bitki yağı ilə yaxşı-yaxşı yağlayıram. Hazırladığım xəmirin hamısını formanın ortasına boşaldıram. Hər iki əlimi biraz bitki yağına batırıram ki, xəmiri formanın içinə yaymaq rahat olsun. Ortadan kənarlara doğru xəmiri biraz açıb genişləndirirəm. Doğradığım meyvələri xəmirin ortasına boşaldıram. Piroq üçün mən doğranmış şokolad da əlavə eləyirəm. O da istəyə görədir, istəməyən əlavə etməyə də bilər. Şokoladı da əlavə eləyəndən sonra videoda göstərdiyim kimi xəmirin yan hissələrini ortasına doğru gətirib əlimlə bir yerə yığıb, sıxıb bərkidirəm. Bərkidəndən sonra əlimlə üstündən bastırıram. Meyvələr həm xəmirin içinə yayılır, həm də formanın içi qədər üstündən basaraq genişləndirirəm. Bu qaydada hazırlayandan sonra ayırmış olduğum umacın yarısını xəmirin üstündən səpirəm. Sonda aypara şəklində doğradığım ərikləri xəmirin üstündən düzürəm. Dairəvi şəkildə tutduğu qədər meyvə ilə bəzəyirəm. Qalan umacın hamısını da meyvələrin üstündən sərpirəm. Bu qaydada hazırlayandan sonra öncədən qızdırdığım 180 dərəcəlik sobada 30-35 dəqiqə bişirirəm.
Piroq artıq bişib sobadan çıxartmışam. Gördüyünüz kimi çox yaxşı qabarıb, çox gözəl piroq alınıb. Qoyuram qalır, tam soyuyur. Soyuyandan sonra da formadan çox rahatlıqla çıxır, heç bir dağılma olmur. Kəsək görək içərisi necə pişib. Kövrək, ağızda əriyən, meyvəli, şokoladlı, çox gözəl bir piroq alınıb. Xəmiri bu qaydada hazırlayıb, fərqli içliklərlə də bu piroqdan hazırlamaq olar. Asan bir piroq reseptidir, siz də hazırlayın. Ailəniz üçün əminəm çox xoşunuza gələcək. Piroqu fərqli meyvələrlə də hazırlamaq olar. Hazırlayacaq olan hər kəsə öncədən nuş olsun deyirəm. Əgər bu videomda sizin üçün faydalı oldusa, izlədikdən sonra bəyənməyi, dostlarınızla paylaşmağı, şərh bölümündə öz fikirlərinizi mənimlə bölüşməyi unutmayın. Sağ olun, yeni videolarda görüşənədək.